Bürçlər həftəlik baxım 4 iyundan 11 iyun zamanı və torpaq ünsürləri Oğlaq Boğa Qız bürçləri nəzərinizə çatdıraq 5 iyunda Venera Boğa bürcündə, o cümlədən 9 iyun Merkuri Xərçəng bürcündə, 10 iyun isə Yupiter Xərçəng bürcündə. Bu isə bütünlü hədəfdə planetlərin işıqlarını hər bir zodiaka zaten təsir enerjisi ilə göstərəcək. Əlbəttə ki, ən gözəl takdir ilahi. Deməli, nə edirik? Başlayırıq Oğlaqlardan. Oğlaqlar, bu həftə su gibi axan zaman özünüz özünüzə məəttəl qalacaqsınız ki, tamam da ketum bir oğlaq insanı bunu necə edə bilər? Sərbəstləşəcəksiniz, ümumiyyətlə iddialarınızı rahat buraxacaqsınız. O rəqabət edənlər adına da öz yerimi göstərmək artıq bilinən bir gedişatdır. Artıq özünüz nə edirsiniz edin. Bu biçimlərdə öncəlik alacaqsınız, amma ailə bağının isə bağlarını qüdrətli və qüvvətli şəkildə öncəliklərə almaq istəyiniz olacaqdır ki, bu da bütün narazı düşüncələri aradan yuyacaqdır. Meyl edirsiniz gəzməyə, görmələrə, yaxşı mənada təbii ki bir səyahət adına, günəşi, işığı, ağaçları, gülü, çiçəyi. Oğlaqlar çox ketumlaşmışsınız. Ümumiyyətlə bu qış aylarında deyərdim ki, bütün oğlaqlar öz dərilərini, öz kalıblarını təkrar bir daha bir sərtləşdirmiş bir durumda nisbətlə o qardları atacaqsınız artıq. O sərtləşmiş kabuklardan çıxacaqsınız yaxşı mənada. Həftə sizə bu gedişatları gətirir. İyunun təzahür enerjisi budur və danışıq, diyaloq bacarıqlı şəkildə həftə dəyərləndirəcəksiniz və xüsusən də burada yaşlı, orta yaş, gənc yaşlı oğlaq insanları hər anlamda deyərdim ki, iməclik deyək, yəni sil süpür enerjilərində həm bu idealı şəkildə maddi, mənəvi, məcazi anlam fərq etmir, hər anlamda ən gözəl şəkildə yenilik. Bir də sevgi bağlarında duyğusal və romantik anların keçidləri biraz sizi qəribələşdirəcəkdir, amma yenə də öz sütununuzu yeniləməyə çalışacaqsınız. Davam edək buğalardan. Buğalar, öz planetiniz öz bürcünüzdə. Bu nə deməkdir? Bu sizin təkrardan güncəllənməniz. Amma gücünüz çatırmı buna? Gücüm yetirmi buna? Buğalar hardan, nəyin, necə başlaması adına çox yüz ölçüb bir biçmələrdəsiniz. Fikir qarışıqlığında qalırsınız. Həftədə bu qarışıqlıqdan çıxmağa çalışın. Çünki həftə sizə ən gözəl şəkildə yön və işığını göstərəcəkdir. Və burada melankolik olduğunuz düşüncələrdən çıxmağınız sizin maddi dəyərlərin həftə sonunda yüksəkliyinə gətirir. Xanım buğalar, ətrafınızda bilərəkdən, qəsdən, qəlb qırıcı sözlər danışanları kale almayın. Bilin ki, bu fitnə fəsadçı enerjilərdir ki, iptallərə bağlayaq, yenə də qardınızı düşürməyə çalışırlar, amma siz bu sözlərdən böyüyürsünüz. Daha da olğun yaşda cavab vermələri açıq tutursunuz, özünü daha da olğun fikirlər söyləyib, öz etibar və nüfuzunuzu qoruyacaqsınız. Həftənin son zamanlaması maddiyyat keçidlərində mükəmməldir. Həftənin orta zamanlamasında isə gedilən yolculuqlar sizi şahanə dəngələrə bağlayır və bir də özünüzü məcbur edib səmimi davranmağa çalışdığınız insanlar olacaq ki, bunu etməliyəm, görüm nə olur kimi durumlar, cavab ala biləcəkmisiniz? Bəli, plusa doğru, yəni müsbətə doğru dəyişim dönüşümləriniz var, ən mükəmməl şəkildə. Qız bürçləri, sizdən bəhs edəsi olsaq, qızlar ümumiyyətlə bu həftə Merkurinin Xərçəng bürcündə olması zaten qızların qardlarını düşürəcək deməzdim, amma sizə melankolikliyə meyil olacaqsınız. Harmonik enerjidən melodik enerjilərə keçidləriniz var və məsələ bundan ibarətdir ki, daha doğrusu melodikdən harmonika keçidləriniz var. Nədir məsələ? Məsələ ondan ibarətdir ki, qız bürçləri bu həftə yalnız maddiyyat peşində olacaqsınız. Yaxşı mənada qazanım, özümə doğru hədəflərimi yönəldim. Kim nə deyir, nə edir, etsin, artıq mənlik deyil dediyiniz cümlə. Amma yenə də baxacaqsınız ki, hop deyə ikili münasibətlərin tam mərkəzindəsiniz və bu mərkəzləşmiş enerjidə də yenə də bu bacarıqlı dil qabiliyyətiniz ilə yaxşı mənada deyim. Yenə partnyor gönlünü kırırsınız qızlar. Bunu bu həftə etməyin. Buraxın axışına düzdür. Təbii ki, sizin evcil enerjiləriniz yüksəldikcə partnyor energetikasında xüsusən də diqqət etsəniz, su qrubu enerjisində partnyor dalğanız varsa, artıq o həftə enerjinizi gözəlləşdirəcəksiniz. Yumuşaq. Əgər ki, hava ünsürü və od ünsürü
ünsürü energetikaları yükü varsa partnyorda daha da sərtləşmiş gedişatları daha da kalıbını kırmayın deyəcəm. Çünki sizi anlamayacaqlar, sözünüzdən inciməyin. Və məsələ bundan ibarətdir ki, hədəfə doğru enerjilərinizi yüksəldin. Çünki burada dominantlıq Merkuri hava ünsürü olaraq əkizləri yüksəldirsə enerji balansında, amma bu keçidlərdə sizin düşdüyünüz o melankolik keçidlər, belə deyim sizə, sizin öz dalğanıza doğru yöndür. Yenə də deyirəm, təkrardan edirəm, partnyor enerjinizdə hava və od ünsürləri varsa, tam sakit dayanın. Çünki siz dominant olduğunuz qədər onlarda. Biz məsəl çəkirik təbii ki, əkizləri, ümumi limitdə bu belədir. Nə olacaq dediyimiz cümlələr əlbəttə ki, ən gözəl təqdiri ilahi, duyğusal boşluqlarınızdan qaçmağa çalışacaqsınız. Həftənin orta son zamanlaması ilə başlanğıc zamanında da orta yaşlı olğun qız bürcü xanımları ev işləri, ev əşyaları dəyişmək kimi durumlarda aktivsiniz. Öz zövqünüzü kullanacaqsınız, yaxşı mənada yenilənən sahalarınız var. Bir də özünüzə daha doğrusu ətir hədiyyə etməyə çalışın bu həftə. Çünki şahanə, belə deyim, qoxular dəngəniz var ki, bu da sizi məmnun edəcək. Uğurlar.